Salam dəyərli izləyicilər, hər birinizi salamlayıram. Demək uşaqlar, növbəti 24-cü sınağımızın izahını verəcəm. Qeyd edeyim ki, 24 bu sınaq, yəni 24-cü sınaq və bundan öncəki sınaqların hər biri Telegram kanalımızda var. Linklər rəy bölməsində olacaq. Oradan keçid edib qoşula bilərsiniz. İndi uşaqlar, həm 11-ci siniflər üçün, həm də 9-cu siniflər üçün sürət qruplarımız var. Burada göstərilən nömrəyə yazıb qoşula bilərsiniz. Birinci sual. Sahəsi 25 olan kvadratın diaqonalını tap. Uşaqlar, sahəsi 25 isə, yəni S bərabərdir A kvadrata, o da bərabərdir 25-ə. Buradan alınır ki, A bərabərdir 5. Diaqonalı isə A kök 2-dir. Yəni 5 kök 2 oldu A variantı. İkinci, A 8 mənfi 3 və B 4 7 vektorlarının skaler hasilini tap. Uşaqlar, skaler hasil uyğun koordinatların hasilidir. Yəni 8-i vurarsan 4-ə 32, üzərinə gələrsən mənfi 3 vurarsan 7-yə mənfi 21. Bu da uşaqlar 32-dən 21 çıxmaq deməkdir. 11 qalır. B bəndi. Növbəti tənli həll edin. Adi xətti tənlidir. Çarpaz vurarsın. 2-ni vurarsan 8x üstəgəl 4 bərabərdir. 4-ü 5-ə vuraram 20. 8x bərabərdir 16. X bərabərdir 2. Bu bəndi. Gəldik 4-ə. Ölçüləri 5, 7 və 11 olan paralelipipedin səthinin sahəsini tap. Demək uşaqlar, səthin sahəsi belədir. S. Yəqin ki, burada tam səthdən söhbət gedir. 2 vurulsun. 5, 7, üstəgəl. 5, 11, üstəgəl. 7, 11. 2022-ci ildə bu sual düşəndə uşaqlar, səhv düşmüşdü, səhv sual idi. Ümid edirəm ki, daha doğrusu, səhv deyəndə, yəni bənzər sual idi, diaqonal soruşurdu orada. Həmin paralelipiped də həmin verilən ölçülərlə mümkün deyildi. Burada tam səthini soruşur, yəni də biz diqqətli olmalıyıq. Deməli 2 vurulsun, 5, 7, 35, üstəgəl 55, üstəgəl 77. Bunları toplasaq, 35 ilə 55, 90 eləyir. 90 üstünə 77 gələndə 167 eləyir. 2 vurulsun, 167. Bunu da vuranda 320, 334. Yəni A bəndi. İfadəsinin qiymətini tap. Uşaqlar, vurmanın və bölmənin paylama qanunundan istifadə edirəm. 202-yə bölərəm, kök altda 100. Üstəgəl 18-i 2-yə bölərəm, kök altda 9. Çıx 242-ni də 2-yə bölərəm, kök altda 121. 100-dən 10 çıxır, 9-dan 3, 121-dən də 11. 13-dən də 11 çıxanda qalacaq 2. C bəndi. X kub bərabərdir. 27-ni sağa keçirərəm. Mənfi 27. X də bərabərdir. Mənfi 3. Rahat suallardır. Kombinizon 6-dan 2. Üstəgəl. Kombinizon 5-dən 2. İfadənin qiymətini tap. Uşaqlar, mən əvvəlcə yazaram. Kombinizon 6-dan 2. Buradan yazaq da. Kombinizon 6-dan 2 bərabərdir. Normalda hesablama belədir. 6 faktorial bölünsün. 6-dan 2 çıxaram. 4 faktorial vur 2 faktorial. Yadınızda saxlayın. Aşağıdakıların cəmi yuxarıdakına bərabər olmalıdır. İndi 6 faktorialın açılışını bilirik. 1-dən 6-ya qədərdir. 4 faktorialın açılışı isə 1-dən 4-ə qədərdir. İndi ixtisar eləyəndə 1-dən 4-ə qədər gedir. Yuxarıda qalır 5 vur 6. Aşağıda da 2 faktorial qalır. O da 2 deməkdir. 32-yə 15. Birincinin qiyməti oldu 15. İkincini hesablayaq. Kombinizon 5 əsasdan. Kombinizon 5-dən 2. Bu da eyni qaydada 5 faktorial bölünsün. 5-dən 2 çıxaram. 3 faktorial vur 2 faktorial. 5 faktorialından da 3 faktorial ixtisar gedər. Yuxarıda qalar 4 vur 5. Aşağıda 2. 20-ni də 2-yə böldüm 10. Deməli, birinci 15 elədir, ikinci 10. Toplayanda da eləyir 25 D bəndi. Gəldik 8. Bir məntəqədən sürəti 60 km olan yük maşını yola düşdü. 2 saatdan sonra onun ardınca
sürəti 80 kilometr olan minik maşını yola düşdü. Neçə saatdan sonra minik maşını yük maşınına gəlib çatar. Uşaqlar, indi birinci maşının yola düşdü. 2 saat getdi. 2 saat gedəndən sonra bu artıq aralarındakı məsafə 120 kilometrdə, düzdür? Və indi biri buradan başlayacaq, digəri buradan başlayacaq. Elə bir yenidən hərəkətə başlayırlar. Birinci sürəti 80-dir. Vurulsun x. X saat hərəkət eləyəcək. Digər isə 60 vurulsun x. 2 saat hərəkət eləyəcək bu da. Amma bir dənə məsələ var. Axı arada 120 kilometrdə məsafə var. Bu daha çox yol getməlidir ki, bax bu. Gəlib buna çatsın da, düzdür? Çünki 120 kilometr geridən gəlir. Ona görə olacaq 80x üstəgəl 120 bərabərdir. Əslində bu şəkildə yanlış alına bilər uşaqlar. Hətta yəni sizə belə bir şifahi sual deyim. Həllinin şifahi yolunu deyim. Uşaqlar, aradakı məsafə 120 kilometrdir də, düzdür? Yəni məsələn bu 60 ilə gedir, bu 80 ilə. 20 kilometr yaxınlaşır da, düzdür? İndi belə başa düşün. 60 ilə bu gedir, 80 ilə bu gedirsə aradakı fərq 20-dir. Yəni 20 kilometr, 20 kilometr fərq azalacaq arada. Onda 120 kilometr, hər saatda 20 kilometr azalırsa 120-ni bölərəm 20, olar 6 saat. 6 saatdan sonra görüşəcəklər. Məsələn, ifadəni sadələşdir deyir. Birin yerinə yazaram. Sinus kvadrat alfa üstəgəl kosinus kvadrat alfa üstəgəl yenə sinus kvadrat alfa çıx kosinus kvadrat alfa. Bu birin yerinə yazdım. Trigonometriyanın əsas eyniliyi. Aşağıda da 4 dənə sinus kvadrat alfa. Və diqqətlə baxın. Buradan kosinuslar gedər. Sinusların cəmi olar 2 dənə sinus kvadrat alfa. Bölünsün 4 dənə sinus kvadrat alfa. Sinuslar da gedər. 2 böl 4 eləyər. O da olacaq 2-də 1, yəni B bəndi. 10-cu sual. Tənlikdən x-i tapın deyir. X-i tapmaq üçün əvvəlcə x-i tapın deyirsə, gəlin elə əvəz eləyək, işimiz asanlaşsın da uşaqlar. Daha doğrusu y-i tapın deyir. Fərq eləmir onsuz da, sadə tənlikdir. Buradan əvəz eləsəm, y bərabərdir 2x olacaq. Gətirib aşağıda yazaram yerinə 5x üstəgəl 2 vurulsun, y-in yerinə yazaram 2x. Bu x-dir. Bərabərdə 18. 2-ni 2x-a vuranda 4x. Üstəgəl 5x olur 9x. Bərabərdə 18. X də bərabərdir 2. İndi x 2-dirsə, y-i tapmalıyam da. Bundan istifadə edəcəm. 2 vurulsun 2 də olacaq 4. Yəni y olacaq 4. C bəndi. 11. 2 kosinus 3x üstəgəl kosinus 50 bərabərdir sinus 40 tənliyini həll edin. Biz sürət qruplarında trigonometrik tənlikləri təzə keçdik. Bənzər suallar çox işləmişdik orada da. Çevirmə düsturuna əsasən kosinus 50 sinus 40-a bərabərdir. Sağa keçəndə mənfi olacağı üçün bir-birini aparar. Bunda qalır 2 dənə kosinus 3x bərabərdir 0 və kosinus 3x bərabərdir 0. Uşaqlar, 3x bərabərdir, kosinus 0 alır 90 dərəcədə. Yəni pi bölü 2 plus pi k. Və hər tərəfi 3-ə bölərəm. Pi bölü 6 üstəgəl pi k böl 3. Pi bölü 6 üstəgəl pi k bölü 3 y bəndi. 12. Ədədi silsilədə A1 15-dir, D-də 4-dür. A5-i tapmış. Olar, A5-in açılışı belədir. A1 üstəgəl 4 dənə D. Olacaq 15 üstəgəl 4 dənə 4, yəni 16. Olacaq 31. C bəndi. 13. Müstəvini kəsməyən parçanın ucları, müstəvini kəsməyən parçadan söhbət gedirsə, düz xətt çəkərəm və parçamızda olsun bu. Ucları 3/4 və 4/6 məsafədədir. 3/4 olsun, bax bura. Məsafə. Buradan məsafədə olsun 4/6. Orta nöqtənin məsafəsini soruşur. Orta nöqtədə budur. Uşaqlar, fikir verirsiniz, bu bir dənə trapesiyadır da. Düzbucaqlı trapesiya. Orta xəttdə bu ikisinin cəminin yarısıdır. Bundan əvvəlki suallarda yazmışıq. Əvvəlki sınavlarımızın içərisində var. 3/4-dən 4/6. Toplayanda eləyir 8. 2-yə də böldüm, oldu 4. Yəni A bəndi. Gəldi bura. İfadəsinin qiymətini hesabla. Variantları varmı? Yoxdur. 14. İndi
Bu bir dəqiqə. Bu necədir? Plus 2 ayrıdır, yoxsa sırf buna aiddir? Uşaqlar, məncə bu birlikdə olsaydı mötərizə formasında verərdi. Bu belədir. 2-nin üstündə 1 budur, üzərinə də 1 bu gəlir. Yəni 2-nin qüvvəti formasındadır. Onda hesablamanı belə aparacaq. 2 üstündə 2 loqaritma 2 əsasdan kök 5 vurulsun 2 üstü 2. Əsaslar eyni olanda sürətdə qüvvətlər toplanır, yəni bu ifadəni alacaq. Bu da bərabərdir. Bu 2-ni qaldıraram kök 5-in üstünə. Olacaq 2-nin üstündə loqaritma 2 əsasdan kök 5-in kvadratı olur 5. Vurulsun 2 əsasdan 2-nin üstü 2 də 4 eləyir. Bərabərdir. Bu 2 ilə də bu 2 getdi loqaritmanın xassəsinə görə. Qalır 5 vurulsun 4. Bərabər olacaq 20-yə. 15. Bərabərsizliyin deməli tam həllərinin sayı -1-ə vuraram. X kvadrat çıx 2 kiçik bərabərdir 0. Bu olacaq x çıx kök altında 2. X üstə gəl kök altında 2. Kiçik bərabərdir 0. Ədəd oğunu çəksəm daxildir. Mənfi kök 2-ni bura yazaram. Kök 2-ni bura və intervallayarım. Kök 2-dən böyük bir ədəd götürsəm 100. Bura müsbət olacaq. Ardıcıllıq qorunur, amma siz yenə də bütün aralıqları yoxlayın. Bizə mənfi olan aralıq lazımdır. Mənfi kök 2 ilə kök altında 2 arası. Və uşaqlar, bu təqribi aralığa baxaq. Mənfi kök 2-dən təxminən mənfi 1.4 çıxır. Müsbət 1.4 arası. Burada da hansı ədədlərimiz var uşaqlar? Mənfi 1 var, 0 var, 1 var. Tam həllərin sayını soruşur. Neçədən oldu? Mənfi 1, 0, 1, 3 dənə. 16. AB və AC çevrəyə çəkilən toxunanlardır. B və C toxunma nöqtəsidir. BAC 50-dir. Bura 50-dir. Çevrənin xassələrinə görə, burada da paylaşdığım inşallah dərsin izahı da var kanalımızda. Bu qövs ilə bu bucağın cəmi 180-dir. Əgər bura 50-dirsə, bu qövs 130 dərəcədir. Çevrə də 360 olduğundan 130 buradırsa, bax bunun digər tərəfi var, bax bura. 360-dan 130 çıxaram, qalar 230 da buradır. 230-dursa, bu da daxilə çəkilmiş bucaqda onun yarısıdır 115 dərəcə. Cavabımız oldu 115. Gəldi 17. Loqaritma 2 əsasdan x üstə gəl 4 əsasdan x üstə gəl 8 əsasdan x bərabərdir 5/5. Uşaqlar, xatırlayırsınızsa, OTK-nın bazar günkü sınavına da bənzər sual düşüb. Birinci olduğu kimi saxlayarım. Üstə gəl. 4-ü yazaram 2-nin kvadratı. Loqaritma 2-nin kvadratı əsasdan x üstə gəl. Loqaritma 8-də yazaram 3-nin kub əsasdan x. 5/5. Yenə uşaqlar, əslində şifayə eləyə bilərəm, sadəcə siz anlayın deyə daha detallı yazıram. 2-nin kvadratından 2 2-də 1 kimi qarşıya gəlir. Əsasdan x. Üstə gəl, burada da 3-də 1 kimi gəlir. 2 əsasdan x bərabərdir 5/5-ə. Və biz misallar həll edəndə dəfələrlə demişik. Rahat və sadə həll eləmək istəyirsinizsə, kəsirdən azad edin, kökdən azad edin. Burada da kəsir var. Hər tərəfi 6-ya vursam, kəsirdən azad olur. Olacaq birinci 6 loqaritma 2 əsasdan x üstə gəl. Bunu 6-ya vuranda 2-də 1 ixtisar gedər. Qalar 3 loqaritma 2 əsasdan x üstə gəl. Bunu da 6-ya vuranda ixtisar gedib 2 qalacaq. 2 əsasdan x bərabərdir 6, 5/5-i də 6-ya vuranda neçə edir? 33 edir. İndi baxın, 6, 3, 9, bir də 2, 11. Loqaritma 2 əsasdan x bərabərdir 33. Və hər tərəfi 11-ə bölərəm, burada qalar 3. Loqaritma 2 əsasdan x bərabərdir 3-ə. Buradan da x bərabərdir 2 üstü 3, yəni 8-ə. Sonra 18. Deməli uşaqlar, 18-ci sualda z kvadrat plus 16. Ümumiyyətlə, bu kompleks ədədlərdə çox rastlaşılan sualdır. Məsələn, z kvadrat plus 4. Uşaqlar, bu 4-ün yerinə -4i kvadrat yazmaq olar. I kvadrat -1-dir. -4-də də dəyəndə olacaq müsbət 4. Yəni, z kvadrat plus 4 olacaq. İndi biz həmin prosesi 16 üçün də 9 üçün də eləyə bilərik. Yazarıq yuxarıdan da z çıx
16 z kvadrat çıx 16'nin kvadratı. Bunun da açılışı belə olacaq da. Daha birbaşa yazıram. Z çıx 4i z üstəgəl 4i bölünsün z çıx 4i. Üstəgəl z kvadrat plus 9'dur, onu da yazaram. Z çıxılsın 3i z üstəgəl 3i bölünsün z üstəgəl 3 dənə i. Bərabərdir 12 üstəgəl 7 dənə i. Sadələşdirsək, z çıx 4 ilə bunlar gedər, z plus 3 ilə bunlar gedər. Qalar z üstəgəl 4 dənə i, üstəgəl z çıx 3 dənə i. Bərabərdir 12 plus 7 i. İndi sadələşdirək, z ilə z buradan yazıram. Onlar 2 dənə z. 4 i'dən 3 i çıxanda qalır müsbət 1 dənə i. Sağa da keçirəndə mənfi olacaq deyə. Olacaq 12 üstəgəl 7 i'dən çıxanda qalar 6 i. 2'yə də bölərəm hər tərəfi. 6 plus 3 dənə i. Deməli, mənim z kompleks ədədim budur. 6 plus 3 idi. Bizə də deyir ki, xəyali hissəsinin əmsalı. Xəyali hissəsi 3 idi, əmsalı da 3'dür. Yəni, cavabımız da oldu 3. Gəldi 19-cu suala. Deməli, uşaqlar, n bərabərdir 2n şərti verib bizə. Deməli, əşkob 2 üstü n 3 üstü m, əbob 2 üstü m 3 üstü n bərabərdir 33 olarsa, n bərabərdir 2n, bu şərti də verib, n plus m-i tap, n-i tap. İndi uşaqlar, 2-nin hər hansısa bir qüvvəti ilə 3-ün hər hansısa bir qüvvəti, belə deyək də, 2-nin istənilən qüvvətə yüksəlt, 3'ü də istənilən qüvvətə yüksəlt. 2 ilə 3 qarşılıqlı sadədirsə, onların qüvvətləri də qarşılıqlı sadədir. Onda əkob olacaq onların hasili, yəni 2 vurulsun 2 üstü n vur 3 üstü m, çıxılsın 3 vurulsun. Əbobları da olacaq 1. 3 vur 1 3 eləyir. Bərabərdə 33'ə. Buradan 2 vurulsun 2 üstü n vur 3 üstü m, 3'ü sağa keçirərəm, onlar 36. Və hər tərəfdə 2'yə bölərəm, qalar 18. Yəni 2 üstü n vur 3 üstü m bərabərdir 18. İndi uşaqlar 18 bəli 18. 2 üstü n vur 3 üstü n bərabərdir 18'i yazaram 2 vur 9. Bu da bərabərdir 2 vurulsun 3'ün kvadratı yazaram. İndi 2 üstü n 3 üstü m 2 vur 3 üstü 2. Aydındır ki n bərabərdir 1'ə, m də bərabərdir 2'yə və salam. Bizə nə cəmini soruşur? 1 ilə 2'nin cəmi də eləyir 3. Cavabımız da oldu 3. Gəldi 20-ci suala. Konusun doğranı 10 cm-dir. Onda bir dənə konus çəkək. Doğran budur. 10'dur. Burada 10'dur. Ox kəsiyinin təvəsindəki bucağı 60'dır. Yəni bura 60'dır. Uşaqlar, bunun 60 olması bizə bilirsiniz nə demək istəyir. Bu konus olanda həmişə bu ox kəsiyi 3 bucaq həmişə bərabər yanlı və yaxud da bərabər tərəfli olur. Bu 10'dur, bu 10'dur. Həmişə bərabər yanlı 3 bucaq olur. Bu dəfə deyir bura 60'dır. Uşaqlar 60'dırsa 180'dan 60 çıxdım. Qaldı 122'yə bölündə burada 60 olur. Burada 60 olur. Onda belə çıxır ki, bu bərabər tərəfli 3 bucaqdır da. Onda aşağıda 10'dur. Aşağıda çevrənin diametridir. Radius deməli nədir? 5'dir. Yazdıq, r bərabərdir 5. Bizə də yan səthinin sahəsini soruşur. S yan da bərabərdir. Pi, r, elə. Pi vurulsun, r'imiz 5'dir. L'imiz də 10'dur. Olacaq yan səthinin sahəsi 50 pi. Bitdi. Gəldi 21'ə. Bərabərsizliyin həllər çoxluğu -2-4 aralığı olarsa, x kvadrat plus bx plus c parabolasının təpə nöqtəsinin koordinatlarını tap. Uşaqlar, normalda çoxlu bərabərsizliyi həll edən bütün şagirdlər bilir ki, mənfi aralıq köklərinin arasıdır. Yəni, arası müsbətdirsə. Bunun arası 1'dir, müsbətdir. Onda həlli köklərin arasıdır. Və sənə də həllin verib. Deməli, kökləri -2 ilə 4'dür. -2 ilə 4'dür. Onda uşaqlar c bərabər olacaq. Bunların hasılına, yəni -8'ə. B də bərabər olacaq. Bunların cəmi 2 eləyir, əksini götürməliyəm də -2'yə. Onda bizim tənliyimiz, yəni y bərabər x kvadrat çıx 2x plus
minus 8. Bizim funksiyamız bu formadadır. Təbə nöqtəsinin koordinatlarını uşaqlar mn-dən də tapmaq olar. M bərabərdir mənfi b bölü 2a. Bir də n bərabərdir 4a s çıx b kvadrat böl 4a. Təbii ki, bu hər zaman doğrudur. İstənilən zaman, istənilən funksiyada, istənilən kvadratlı funksiyada bu düsturlar işimizə yarayar. Ona görə mən bu dəfə düsturunu eləməyəcəm, tam kvadrata ayırmaqla eləyəcəm. Yazıram x kvadrat çıx 2x. 2-nin yarısı eləyir 1 kvadratı 1. 1 əlavə elədim axı. Çıxmalıyam 1-i. Elə birbaşa çıx 9 yazaram da. 1-dən 9 çıxanda mənim 8 qalır. Və uşaqlar, diqqətlə baxın. Bu ifadə x çıx 1-in kvadratıdır. Çıxılsın 9. Təpə nöqtəsi də aydın ki, mötərizənin içini sıfıra çevirən 1-dir. Sərbəst həddidə, yəni bu hissədə mənfi 9-dur. Təpə nöqtəsinin koordinatları 1 və mənfi 9-dur. Sonra gəldi 22. ABCD paralelogramında A bucağının təmböləni BD diagonalını 2-3 nisbətində bölür. Onda bura deyərəm 2K-dır, bura deyərəm 3K-dır. Paralelogramın böyük tərəfi 9-dur. Onun perimetrini tapın. Uşaqlar, böyük tərəf bura qəbul eləməliyik. Çünki bu tərəfə uyğun 2K-dır, bu tərəfə uyğun 3K-dır. İndi biz A, B, D üçbucağına baxsaq, AM də təmbölən olduğu üçün burada bir x desəm, y deyərəm, qarışmasın. Təmbölənin xassəsini tətbiq edərəm. Y-in 2K-ya nisbəti bərabərdir 9-un da 3K-ya nisbəti. Buradan K-lar ixtisar gedər. Çarpaz vurarsan 3y bərabər olar 18-ə, y də olar 6. Yəni yan tərəflərindən biri 6-dır, biri 9. Bizə də perimetri soruşur. P bərabərdir 2 vurulsun A plus B. 2 vurulsun 6 plus 9. 6 plus 9 15 eləyir. 2-yə də vurdum, elədi 30. Deməli. Perimetri oldu 30-da vəssalam. İndi gəldi 23-ə. Cədvəldə riyaziyyat və fizika fənləri üzrə olimpiyadada iştirak edən şagirdlərin sayıları göstərilib. Təsadüfi seçilmiş 2 şagirddən, yəni 2-dən şagird seçəcəm. Birinin riyaziyyatdan gedən oğlan olmasın. Digərinin isə fizika üzrə olimpiyadada iştirak edən qız olması hadisəsinin ehtimalı. Əvvəlcə oğlan və qızın sayını tapmalıyıq. Deməli uşaqlar, əvvəlcə biz x, y tapaq. İndi tənli ilə tapacaq. Y-dən 3x-in cəmi 10-dur. 2y-dən x-in cəmi də 10-dur. Onu da belə deyək. Yazaram y plus 3x bərabərdir 10. 2y plus x bərabərdir 10. X bərabərdir 10. Sistemlə həll eləsəm. Yuxarını 2-yə vuraram. 2y üstəgəl 6x bərabərdir 20. Aşağıda da 2y üstəgəl x bərabərdir 10. Yuxarıdan aşağını çıxaram. 2y-lər gedər. 6x-dən x çıxanda qalır 5x. 20-dən 10 çıxanda da qalır 10. X onda bərabər olur 2-yə. Əgər x 2-dirsə, yazaram burada yerinə. 2y üstəgəl 2 bərabərdir 10. 2y bərabərdir 8, y də bərabərdir 4-ə. X 2-dir, y 4. Y 4-dür. X 2 olduğu üçün bura 6-dır. Həqiqətən cəm 10 eləyir. X 2 olduğu üçün, bu da 4 olduğu üçün burada olur 8. Yəni, belə deyək. Riyaziyyatdan olimpiyadaya gedən oğlan sayı 4-dür, qız sayı 6-dır. Fizikadan olimpiyadaya gedən oğlan sayı 8-dir, qız sayı da 2-dir. İndi ehtimalın hesablanması. P, A bərabərdir. İndi ehtimalımızı bir də tapaq, şərti oxuyaq. Təsadüfi seçilmiş 2 şagird. Toplamda 20 dənə şagirdimiz var. İkisini seçirik. Kombinizon 20-dən 2. Bu bütün hallardır və məxrəzdədir. Və mənə deyir ki, birinin riyaziyyat üzrə olimpiyadada iştirak edən oğlan. Riyaziyyat üzrə olimpiyadada 4 nəfər iştirak edir. Bir nəfəri oradan seçməliyəm. Ona görə olacaq kombinizon 4-dən 1. Yəni o bir nəfəri 4 nəfərin içindən seçəcəm birini. Digər isə fizika üzrə olimpiyadada iştirak edən qız. Fizika üzrə olimpiyadada 2 dənə qız iştirak edir. Onda birini seçərəm. Kombinizon 2-dən 1. Vəssalam. 4-dən 1 4 eləyir, 2-dən 1 2 eləyir.
Kombinozon 20-dən 2-ni hesablayaq. 20 faktorial bölünsün. 20-dən 2 çıxaram 18 faktorial vur 2 faktorial. 18-in 20 gedər qalar 19 vur 20. Bundan da bu gedər qalar 10. Deməli məxrəcdə olacaq 190, 19 10-a vurdum. Sürətdə də 8. 2-yə ixtisar etsəm 80 yox. Deməli uşaqlar 95-də 4. Ehtimalımız oldu 95-də 4. Gəldi 24-də. ABC üçbucağının AN və CN medianları perpendikulyardır. Əla, bu bizim işimizə çox yarayacaq. AN 5-dir. CN 6-dır. ABC-nin sahəsini tap. Uşaqlar, üçbucağın belə bir sahə düsturu var. Əgər M1 perpendikulyar olarsa M2-yə sahə bərabər olur. Üstə 2, M1, M2. Onda olacaq. Üstə 2 vurulsun. M1'imiz 5'tir. Diğer 6. 5'i 6'ya vurdum 30. 32'ye vurdum 60. Böldüm 3'e. Cevap oldu 20. Yani üçbucağın sahəsi oldu 20. Bu qeyd elədiyim bu düstur sadəcə medianlar perpendikulyar olanda doğrudur. Həmçinin orada bu düsturda doğrudur. Bərabərdir M3'ün, yəni 3-cünün kvadratına. Ola bilərdi sizdən 3-cü medianında soruşardı. Onu da bu düsturdan tapa bilərdiniz. Gəldi 25'e. Deməli, bu kəsirləri toplayanda bunu alırıq. Bizdən də bir şey getmir, gəlin toplayaq. Məxrəc olacaq x kvadrat çıx 16. Məxrəcləri vurdum bir-birinə. Sonra bunu çarpaz vuraram. AX-i x-a vuranda olacaq AX kvadrat. AX-i 4-ə vuranda olacaq. Üstə gəl 4AX. Üstə gəlinsin. BX-i x-a vuranda olacaq BX kvadrat. Bir dəqiqə, burada 2 dənədir. BX-i mənfi 4-ə vuranda olacaq çıx 4BX. Ardıca C-ni 4-ə vuranda olacaq CX. Üstə gəl, C-ni mənfi 4-ə vuranda olacaq çıx 4C. İndi bunu sadələşdirək, sonra buna bərabərləyək. Deməli, aşağıda olacaq x kvadrat çıx 16. Yuxarıda ax kvadrat, bx kvadrat. Hər ikisində x kvadrat var. Qarşıya çıxardığında olacaq a plus b x kvadrat. Sonra 4ax, 4bx, bir də cx. Buradan x-i qarşıya çıxarsam olacaq 4a çıx 4b üstə gəl c. Üstə gəl c. Bir də çıx 4c. Məsələn, burada bir dənə x-imiz var. İndi uşaqlar, bu bərabərdir 35x çıx 12 böl x kvadrat çıx 16. Baxın indi uşaqlar, bu ifadə ilə sol tərəfdəki ifadə ilə sağ tərəfdəki ifadə bərabərdir. Məxrəclər eynidir. Məcburdur ki, sürətlər də eyni olsun. Və sağ tərəfdə, daha doğrusu sol tərəfdə x kvadrat var, görürsünüz. Amma sağ tərəfdə x kvadrat yoxdur. Deməli, bu x kvadratın əmsalı 0 olub ki, bu gedib. Birinci şərtimiz budur. Bunu bu fərq rəqəminə yazaq. A plus b bərabərdir 0-a. İkinci şərtimiz x-in əmsalı 35-dir sağ tərəfdə. Sol tərəfdə budur. 4a çıx 4b üstə gəl c bərabərdir 35-ə. Və sərbəst ədəd mənfi 12-dir, sərbəst ədəd mənfi 4-dür. Mənfi 4c bərabərdir mənfi 12. C də bərabərdir 3-ə. İndi buradan A da bərabərdir mənfi B-yə gətirib yazaq. A-nı yerinə mənfi B yazanda mənfi 4B çıx 4B. C-nin də yerinə 3 yazdım, sağa keçirdim, qaldı 32. Mənfi 8B bərabərdir 32. B də bərabərdir mənfi 4. B oldu mənfi 4. İndi A da onun əksi olduğu üçün A da olacaq 4. Deməli, A 4-dür, B mənfi 4-dür. C də 3-dür. 4, mənfi 4, 3. Bizdən nəyə soruşurdu? Uşaqlar, bizdən A-nı soruşur onsuz da. A da oldu 4. Məsələ odur ki, sən A-nı tapmaq üçün gərək C-ni tapasan. Mütləq. C-ni tapmaq üçün də gərək B-ni tapasan. Daha doğrusu C-ni tapdınsa, A, B-dən ikisindən birini mütləq şəkildə tapmalısın. Və salam uşaqlar, cavab oldu 4. Bitdi uşaqlar. 25 sualın hamısının izahını verdim.
Əgər izahları bəyənirsinizsə, kanala abunə olun ki, izləyicilərimizin sayı çoxalsın, digər şagirdlərə də çatsın və növbəti sınaqlarımız da gəlsin. Bu qədər uşaqlar, sağ olun. Növbəti sınaqlarda görüşənədək.